yaralı vəziyyətdə gəlmişdi. Onların şəhid balaları var. 28 avqust xüsusi təyinatlı şəhidimiz Əzizov Nəzərin doğum günüdür. Bu məqsədlə bölgə tivi olaraq şəhidimizin məzarını ziyarət edib, daha sonra isə ailəsi ilə həmsöhbət olacaq. Gizir Əzizov Nəzərin xanımı Əzizova Nərmin. Nəzər aprel döyüşlərində 44 günlük müharibədə iştirak edib, bir çox rayonları işğaldan azad edib. Aprel döyüşlərində yaralı vəziyyətdə gəlmişdi. Ondan sonra prezidentimiz tərəfindən medallara layiq görülmüşdü, tərifnamələr almışdı. Nəzər bir çox tapşırıqları uğurla yerinə yetirib, qəhrəmanlıqla. 2022-ci il təxribatın qarşısını alaraq qəhrəmancasına şəhid olmuşdu. Ölümündən sonra Rəşadat ordeni ilə layiq görüldü. Nəzərin döyüş yolu, Nəzərin qəhrəmanlığı hamıya məlumdur. Mən də ailəsi olaraq onunla fəxr edirəm, qürur duyuram. Bütün şəhid anaları mənə elə gəlir ki, dünyada ən gözəl, ən yaxşı, ən xoşbəxt analardır ki, onların şəhid balaları var. Şəhidlik ən böyük zirvədir. Nəzər şəhid olandan sonra bildim ki, mən şəhidlik nə deməkdir. Bəli, Nəzər şəhidliyə çox böyük qiymət verirdi. Hansı ki, Nəzər bir çox döyüşlərdə, müharibədə iştirak eləmişdi. Onun gözünün qabağında o cür qəhrəman igid balalar şəhid olmuşdu. O özünə bağışlaya bilmirdi. Deyirdi həmişə ki, niyə görə mən şəhid olmadım? Onun yaxın dostları var idi, onlar şəhid olmuşdular.